Elmin insanın nəfsində tuğyanı var. Elm insan nəfsində tuğyan edir. Yani subhanallah. Ve həmçinin mal, var dövlət insanın nəfsində tuğyan edir. İnsanların yani riyaya yaxın, ucuba yaxın, en yaxın olanı elm tələbələri və alimlər olur. Belə deyək, ucub və riya elm tələbələrinə və alimlərə daha yaxın olur. Demək olar ki, onların ətrafında dövr edir ki, onları ucuba və riyaya salsın. Subhanallah. Biləndən sonra ki, elm və mal ikisi də tuğyan edir insanın həyatında. Bunun ilacı da var. Bu insanın nəfsində olan tuğyan, hansı ki biraz önce dediğimiz kimi malda və elmdə. Yine elm əhli deyirlər ki elmdə olan tuğyanın ilacı Allaha ibadətlə aradan qalxır. Biraz əslində bu necə deyirlər? Burada incə məqamlar var, biraz diqqət eləmək lazım. Barakallahu fikum. İnsan biraz oxuyanda, biraz öyrənəndə, elmlənəndə şeytan ona vəsvəsələr edir. Ki sən oxumusan, öyrənmisən. Dediğimiz kimi en yakın olan buraya ucub məsələləri insanın özündən xoşu gəlməsi elm əhlinə gəlir ən çox. Həmin bunun ilacı nədir? Bunun aradan getməsi. El-ibadatu lillah azza və cəllə. Allaha ibadət etmək. Allaha ibadətlə bu tuğyanı sındırmaq olur, aradan aparmaq olur. İnsan nə qədər görsə ki, oxuyub, öyrənib, elmə yiyələnib, nə etməlidir? Allaha ibadətə yönəlməlidir. Görən kimi ki, onda baş verib bu şeylər, Allaha ibadətlə Subhanahu wa Ta'ala onun aradan aparır. Bu neye göre belədir? Ona göre ki Allaha ibadət, yani Allaha kulluğunu bildirməlidir həmin insan. Görünür ki elm tələbəsinin, alimin ibadəti daha çox olmalıdır. Nəinki sıravi müsəlmanların. Elm tələbəsi və alim daha çox Allaha Subhanahu wa Ta'ala kulluğunu bildirməlidir. O kulluq da ki nədir olur? Zəlil şəkildə Allahın qarşısında zəlil olmasını bildirməlidir ki, Allahım bütünlüklə lütf səndəndir. Benim heç bir gücüm, qüvvətim yoxdur.